Hamımız bilirik, uşağa yatmazdan əvvəl nağıl oxumaq bu çox gözəl bir axşam ritualıdır. Amma heç düşünmüsünüzmü ki, bu sadə vərdiş əslində onların bütün gələcəyini formalaşdıran bir gücə malikdir. Gəlin, bu məsələnin dərinliyinə enək və uşağa kitab oxumağın o çox vaxt nəzərdən qaçan inanılmaz gücünü birlikdə kəşf edək. Baxın, hər şey məhz bu sualla başlayır. Bir hekayə. Sadəcə bir neçə səhifəlik nağıl bir uşağın həyatını necə dəyişə bilər ki? İlk baxışdan bəlkə də sadə görünür, amma cavab inanın sizi çox təəccübləndirəcək. Cavab həm sadədir, həm də çox güclü. Hər bir hekayə, oxunan hər bir kitab, uşağın təkcə beynini yox, həm də qəlbini və bütövlükdə gələcəyini inşa edir. Yaxşı, bəs bu sehr tam olaraq necə baş verir? Gəlin addım-addım baxaq. Deməli, ilk olaraq gəlin kitabların o sehirli dünyasına başvuraq. Məsələ sadəcə sözlərdən ibarət deyil. Baxın, Book Trust kimi çox nüfuzlu təşkilatların araşdırmaları heyrətamiz bir fakt ortaya çıxarır. Məlum olur ki, oxumaq təkcə uşağı məktəbə hazırlamır, eyni zamanda onun sosial uğurlarına, hətta psixoloji sağlamlığına birbaşa təsir göstərir. Yəni, bunu belə təsəvvür edin də, oxumaq bir dəfəlik öyrənilən bir dərs deyil. Bu, sanki bir binanın təməli kimidir. Uşaq bütün gələcək dünyasını, biliklərini, hisslərini məhz bu möhkəm təməl üzərində qurur. Yaxşı, gəlin indi məsələnin biraz da elmi tərəfinə keçək. Beyin necə inkişaf edir? Oxuma prosesi əslində inkişaf etməkdə olan bir uşaq beyni üçün sanki bir idman zalıdır. Hər yeni hekayə beynin fərqli əzələlərini işlədən yeni bir məşq kimidir. Bax, bu məqam həqiqətən də çox maraqlıdır. Sən demə, bütün məsələ təkcə nə oxuduğumuzda deyilmiş, əsas məsələ necə oxuduğumuzdadır. Parentez deyilən bir anlayış var. Bu, körpələrlə o şirin, melodik, yavaş və vurğulu danışma tərzidir. Məhz bu danışıq tərzi körpənin beynindəki dil mərkəzlərini sanki birbaşa işə salır. Yəni, siz hekayəni oxuyanda səsinizin ritmi, tonu, bəlkə də sözlərin özündən belə daha böyük əhəmiyyət daşıyır. İnanılmazdır, elə deyilmi? Deməli, bir hekayə oxunanda eyni anda bir neçə cəbhədə beyin məşqi gedir. Birincisi, uşaqlar yeni sözlər öyrənir, söz ehtiyatları artır. İkincisi, hekayənin axırını tutmaq üçün diqqətlərini cəmləməli olurlar ki, bu da yaddaşı gücləndirir. Və üçüncüsü, personajların problemlərini necə həll etdiyini izləyərək səbəb-nəticə əlaqələrini, yəni məntiqi düşüncəni öyrənirlər. Amma beyin sanki icebergin sadəcə görünən hissəsidir. Bəs qəlb? Bəs emosiyalar? Gəlin indi kitabların o çox vacib, yumşaq bacarıqlarını, yəni empatiyanı və insanlar arası bağlılığını necə qurduğuna nəzər salaq. Baxın, Child Mind Institute çox gözəl bir şey deyir. Deyir ki, oxu empatiyanı gücləndirir. Bu nə deməkdir? Hekayələr əslində uşaqlar üçün bir növ emosional simulyatordur. Onlar təhlükəsiz bir mühitdə, kitabın səhifələrində fərqli personajların yerinə keçir, onların sevinclərini, kədərlərini yaşayır və beləcə başqalarının hisslərini anlamağı öyrənirlər. Ən sadə dillə desək, bu, dünyanı başqasının gözü ilə görməyi öyrənməkdir və hekayələr uşaqlara bu inanılmaz super gücü qazandıran bəlkə də ən təsirli vasitədir. Amma bütün bu kognitiv və emosional bacarıqlardan bəlkə də daha vacib bir şey var. Bu, birlikdə keçirilən o dəyərli zamandır. Kitab oxuma ritualı uşağa sözlərdən daha güclü bir mesaj ötürür. Mən sənin üçün vacibəm, sənə vaxt ayırıram. Bu isə onların ən təməl ehtiyacı olan təhlükəsizlik və sevgi hissini formalaşdırır. Yaxşı, bütün bu gözəl şeyləri danışdıq, bəs bunun real həyatda, praktikada nəticəsi nə olur? Gəlin indi baxaq görək, bütün bu faydalar uşağın gələcəyinə, yəni məktəbdəki uğurlarına və ümumi həyat rifahına necə təsir edir? Baxın, bu rəqəmlər sözün əsl mənasında hər şeyi izah edir. Diqqət edin, söhbət məcburiyyətdən yox, sırf zövq üçün oxumaqdan gedir. Zövqlə kitab oxuyan uşaqların oxu bacarıqlarının orta səviyyədən yuxarı olma ehtimalı oxumayanlara nisbətən 2 dəfədən də çoxdur. Bu, o deməkdir ki, oxumaq sadəcə bir hobbi deyil, birbaşa akademik uğurun açarıdır. Amma məsələ heç də təkcə qiymətlərdə, akademik bacarıqlarda deyil. Bəlkə də daha vacib bir rəqəm var. Uşaqların 26%, yəni təxminən hər 4 uşaqdan biri deyir ki, zövq üçün oxumaq onların özünə inamını artırır. Və biz hamımız çox yaxşı bilirik ki, özünə güvənən bir uşaq həyatın bütün sılaqlarına qarşı daha güclü, daha cəsarətli olur. Yaxşı, bütün bunların nə qədər vacib olduğunu anladıq. İndi ağla gələn əsas sual budur. Bəs necə edək?
Gəlin indi bütün bu nəzəriyyəni bir kənara qoyaq və bugündən başlaya biləcəyiniz çox sadə, praktik addımlara baxaq. Cəmi 5 sadə addım var, hansı ki oxumanı bir məcburiyyətdən sevimli bir rituala çevirə bilər. Birincisi, sabit bir vaxt seçin. Hər gün cəmi 10-15 dəqiqə olsa belə, bu çox güclü bir vərdiş yaradır. İkincisi, qoyun kitabı özləri seçsinlər. Bu, onların motivasiyasını dərhal artıracaq. Üçüncüsü, səsinizdən istifadə edin. Hekayəni canlandırın, tonunuzu dəyişin. Dördüncüsü, suallar verin. Səncə, bundan sonra nə olacaq? Kimi suallar onları prosesə cəlb edir. Və sonuncusu, ən vacibi, bunu əyləncəli edin. Unutmayın, məqsəd zövq almaqdır. Və təbii ki, bir şeyi unutmaq olmaz. Hər yaşın öz yanaşması var. Yəni, 2 yaşlı uşağa oxuduğunuz kimi 8 yaşlı uşağa oxuya bilməzsiniz. Baxın, 0-3 yaş arası uşaqlar üçün əsas olan səs, ritm və parlaq şəkillərdir. 4-6 yaş aralığında artıq hekayəni müzakirə etmək, niyə sualları vermək olar. 7 yaşdan yuxarı uşaqlarla isə artıq daha mürəkkəb mövzuları danışa, personajların qərarlarını müzakirə edə bilərsiniz. Bu cədvəl hər mərhələ üçün əla bir bələdçidir. Yekun olaraq, gəlin bütün bu danışdıqlarımızı bir cümlə ilə ümumiləşdirək. Bu cümlə, məncə, hər şeyi mükəmməl ifadə edir. Oxu, uşağın həm bu gününə, həm də sabahına edilən bir sərmayədir. Bu, sadəcə bir hekayə oxumaq deyil. Bu, onların gələcəyinə verdiyiniz ən dəyərli hədiyyələrdən biridir. Elə isə, gəlin bu söhbətimizi çox sadə, amma bir o qədər də mənalı bir sualla bitirək. Bütün bunlardan sonra bu axşam siz övladınızla hansı hekayəni, hansı sehirli dünyanı paylaşacaqsınız? Seçim sizindir.